Deməli, bizim növbəti məruzəsimiz indicə bəhs etdiyim bizim Mahir Nəsrov cərrahımızdır. Çox gözəl, savadlı, təcrübəli. O bizə sintetik limfadenit cərrahiyyəsində yeni konsepsiyalar, insema tədqiqatı haqqında yenilikləri çatdıracaq. Buyurun, doktor. Slide. Herkese çok teşekkürler. Biraz teknoloji özürlü olunca maalesef. Bu işlerden sonra ne oluyor? Demek, önce onu vurgulamak istedim ki, yani ümumiyyətlə süd bəzi cərrahiyyəsində mesela patologun yeri her zaman ayrı. Mesela benim öz adıma, bu benim şəxsi fikrimdir. Buna qatılan məsləkdaşlar da olabilir, olmayabilir. Onların şəxsi düşüncələri. Radyolog bu işte benim gözümün işidir. Belə desək, yəni bu ciddi bir şəkildə bizə yol tutur. Onların sayəsində həqiqətən bu tip işlərə, yaxşı işlərə, yaxşı mənada yaxşı işlərə imza ata bilirik, yəni. Ona görə də mən özəlliklə süd vəzi cərrahiyyəsində ilə məşğul olan birisinin həqiqətən bu işdə çox təcrübəli bir radioloqla bərabər çalışması, hər daim onun yanında olması fikrindəyəm, fikrinlə razıyam. Bu şəkildə də olması gerektiğini düşünürəm. Bu müzakireye başlamadan önce birinci fikrim. İkincisi, bu çok uzun uzadı. Bu insema randomize 2 çalışması, bunun hakkında uzun grafikler, analizler, belə şeylərə geçmeyeceğim. Çok kısa özeti hakkında, o çalışmanın çok kısa mərzi hakkında fikrimi bildireceğim. Bunu bildirmeden önce, indi önceki çalışmalarda ümumiyyətlə bütün bu şeylerin nəticəsində, indi burada cərrah yoldaşlar, həmkarlar çoxdur. Sanki biz cərrahlar biraz çok günahkarmışız, biraz daha büyük, daha belə agresiv işler icra edirik. Bunları biraz küçültmeye yönelik sanki bir müalicələr gedir. Ya əslində o qədər də çox günahkar deyilik, yani işin doğrusu. Yani aksiller cerrahiye bu tabii ki müəyyən problemləri var, ama aslında düzgün icra olunduğunda tabii ki terapevtik yönden bunun faydası vardır. İkinci bir taraf, düzgün aksiller cerrahi icra olunduğunda aşırı bir lenfödem aslında olmaması lazım. Yani işi ters taraftan baktığımızda radyoterapi bunun üzerine verildiğinde lenfödem faktörleri artar, ama kimse radyoterapinin üzerine gitmez. Yani cerrahi həkim bura toxunda əməliyyat etdi, lenfödem gəlişdi ya da ağrı gəlişdi ya da şurada düzgün diseksiyon icra olunursa veya aksiller venin çok üstüne çıkmasak, sinirleri tek tek vurursak bu tip problemlerden daha az karşılaşarız şeklinde olması lazım. İşin diğer tarafı, bu maalesef belki de Azerbaycan şərtləri üçün geçerlidir. Sayfası değişir mi? Bir değil. Bir deyəmələ, dəyişdirməmişəm. Azerbaycan şəraitində bu belədir. Önceki bu çalışmasında da, bu indiki insema çalışmasında, son çalışması, buna benzer bir sürü çalışmalar var. Buradaki bu cərrahiyyəni küçültmək, deeskalasyon dediğimiz duruma çatmaq, belə deyək, bu iş olur. Ama çox təəssüflər olsun ki, bu belə deyim, biz işi balacılaşdırmağa çalışırıq, ama tebir bir balaca tümör üçün bugün bir çox xəstəxanada, təbii ki, xəstədir, bu işi başa düşmür, ikna edilir və onkoplastik cərrahi, bu onkoplastik dediğimiz bu silikon ve expander'da ağırlıklı olarak bunları nəzərdə tuturam. Halbuki bu tip tümörlər balaca bir lampektomi ya da sentinel lymph nodu biyopsiyası ilə çözülə biləcəyi halda daha böyle estetik adıyla daha majör bir işlemlere gedilmiş olur ve bunun da tabii ki belli bir yan şeyleri vardır. Yapmak lazım indikasyonunda. Sunumumuza gelince
Bu insema randomize 2 çalışması, bu intergrup sentinel mama tədqiqatı, bu yəni devamlı getmədən öncə burada bu insema çalışmasının özü 2 hissədən ibarətdir. Randomizasyon 1, randomizasyon 2. Birə də burada toxunmuş olacağam. Nəyə görə 2-ni tam anlamaq üçün, çünki 2 1-in davamı kimidir. Ona görə də onun da bir üzərindən geçmiş olacağım. Yəni buradakı əsas amaç öncəki sunumda da söyləndiyi kimi erkən mərhələ süd vəzi karsinomlarında klinik aksillə negativ olan xəstələrdə acaba sentinel lef nodu örnəkləməsi etməmək və ya pozitiv olduğunda aksillər disseksiyona getməmək, yəni prospektiv, randomizə, non-inferiority, faz 3 bir çalışmadan bahsedeceğiz. Dediyim kimi randomizasyon 1 və 2 qolları vardır. Aksiller cərrahədə deeskalasyon, bu less is better. Bu mudur acaba? Bu çalışmanın ümumi tasarımı və önəmi burada randomizasyon 1-də dediyim kimi sentinel lef nodu örnəkləməsinin atlanması, 2-də isə sentinel lef nodu biopsiyası pozitiv olan xəstələrdə aksillər disseksiyonun gərəkliliyi. Bu məsələlərə toxunacağız. Yəni qısaca aksillər cərrahin tarixçəsi bu Hastings-Mayer radikal mastektomiyasından 19-cu yüzyılın sonunda 1894-cü ildə səhv etmirəmsə başlayan təklif olunan bir əməliyyat. Bu ayrıntısı hər kəsə məlumdur. Böyük döş əzələsi, kiçik döş əzələsi və level 3 də daxil bütün limfa düyünü disseksiyonu. Təbii ki, bunun çox böyük bir morbiditəsi olan bir əməliyyat. Sonrasında pate əməliyyatı, pedidasyon, Dyson şəklində də keçər. 90'larda isə sentinel lef nodu biopsiyası dönəmi başlamış. Sonrasında Z011 çalışmasında pozitiv xəstələrdə aksillər disseksiyonu sorğulanmağa başlamış ilk dəfə olaraq. Devamında işte Sonddu, Bogdu, Sinodarvandı, Senomak vesaire insema kimi çalışmalar aksillər disseksiyondan vazgeçelim mi və ya sentinel lef nodu biopsiyası atlanabilir miyiz diye suallarına cavab aktarmağa çalışıb. 2020'lerde sentinel lef nodu biopsiyasını atlayabilir miyiz daha popüler hale gelmeye başladı. Burada çok kısa insema sond hakkında ve onların çok kısa karşılaşması hakkında diyeceğim. İnsema maksimum derecede eskalasyondur. Hələlikdə yayınlanmış ve sunulmuş çalışmalar içerisinde burada insemanın yeri biraz ayrıdır. Ve aksilər cərrahi heç edilməməsi test edilir günümüzdə. Bunun önəmi randomizasyonuna toxunmayacağım. Yöntem çox mərkəzli, prospektiv, randomizə kontrollü çalışma 2 aşamalıdır. Və çalışmaya daxil edilmək kriterləri. T1, T2 tümörlər, klinik olaraq aksillər negativ, məmə qoruyucu cərrahi planlanan, uzaq metastaz şübhəsi olmayan, tümör alt tip ayrımı olmayan, yəni hormon pozitiv, HER2 negativ, pozitiv və triple negativ tümörlər bura daxil olunub. Adjuvan müalicə alacaq xəstələr. Yəni bir şəkildə adjuvan müalicədən yayınan xəstələr istər radioterapisi olsun, istər kemoterapisi olsun, almayacaq ya da alabilməyən, almaq istəməyən xəstələr bu çalışmadan kənar tutulmuşdur. Burada çalışmanın çox qısa şeması randomizasyon 1-4 nisbətində randomizə edilmişdir. Birinci qrupda, A qrupunda ümumiyyətlə aksilər cərrahi sentinel olmamış. İkinci B qrupunda sentinel icra olunan xəstələr. Sentinel icra olunan xəstələr pozitiv çıxan qrup. O artıq randomizasyon 2'ye alınmışdır. Bizim əsas üzərində duracağımız randomizasyon 2'dir. Değişmir. Bakabilir misiniz? Mən də getirəm.
Kaçtasınız? Biz 8'deyiz. Ben 13'teyim. Ben 8'de kalmıştım. 13'teyim. Sonraki grup C, grup D. Burada da sadece sentinel örnekleme icra olunub, aksillər disseksiyonuna gedən və ya bu şəkildə buraxılan xəstə qruplarının qarşılaşdırılması. Bu dışlanma kriteriyaları son 5 ildə kanser hekayəsi olanlar, neoadjuvan tədavi alanlar, T3T4 tümörlər, planlı bir mastektomiya əməliyyatı, intraradioterapi verilən xəstələr. Bizdə bu olmasa da bir çox ölkədə, xaricdə müəyyən seçilmiş qruplara intraop radiasiyon verilə bilir. Hamiləlik, əmzirmək, kişi xəstələr, uzaq metastazı olanlar və daha öncə aksillər cərrahi keçirənlər. Bunlar çalışmadan xaric tutulmuşdur. Bir də ki, araşdırmanın sonuncusu sualı, erkən mərhələ süd vəzi kanserində qoltuq altına yönəlik heç bir cərrahi girişim yapmamaq güvənli midir? Xəstə populyasiyonu, aksillər negativ olanlar, qısaca demişdim, burada 962 xəstə qrup A-da, yəni aksillər cərrahi keçirməyən, 3896 xəstə isə bu selenibet keçirən xəstələr. Yəni bu 2024-cü ildə işte yayınlanmışdır. Bunun ilk sonuçları. Qrup B-dəkilər randomizasyon 2-yə daxil edilmişdir. Çalışmanın sonlanması birinci və ikinci sonlanma nöqtələri. Birinci sonlanma invaziv xəstəliksiz sağ qalım ilk 5 ildir. İkinci sonlanma isə genel sağ qalım, lokal bölgesel residif, uzaq metastaz faizi, lenfödem və yaşam keyfiyyəti parametreləri, çilim və qol funksiyaları. Buradakı bunu son çalışması ilə qarşılaşdırdığımızda onlardakı birincili sonlanma nöqtəsi, onlar bu xəstəlik sağ qalım yerinə ümumi sağ qalımı baz alıblar və bu fonksiyon dəyərləndirməsində əsas olaraq lenfödemi əsas alıblar. Yəni, digər parametrlərə ciddi şəkildə toxunulmur bu son çalışmasında. Bu da onun müəyyən qədər əksik yönlərindən birisi. Təməl sonuçları 5 illik invaziv xəstəliksiz sağ qalım, həmən nəticələr eynidir, 91.9-a 91.7. 5 illik ümumi sağ qalım yenə həmən bənzərdir, anlamlı bir fərq görülməmişdir. Aksillər residif 1%, 3%, statistiksel olaraq anlamsızdır. Mən qrafik şəklində qoymadım bunları, amma rəqəmsel olaraq burada az da olsa bir fərq vardır. Uzaq metastaz həmən eynidir. Yaşam kalite sonuçları cərrahi olmayanlarla sentinel sadəcə çalışan qrup arasında fərq var. Bu statistiksel olaraq da anlamlıdır. Qol çiyin hərəkət məhdudluğu görülmüşdür. Cərrahi yapılmayan qrupda isə anlamlı dərəcədə görsənməmiş bu fərqliliklər. Ağrı isə təbii ki, daha az bildirilmişdir. Alt qrup analizinə gəldikdə bunun, buradakı bəlli bir qrupun nəticələrinə təkrar baxılmış, incələnmiş. Buradan aydın olmuş ki, 50 yaş üzəri grade 1-2 tümörlər və tümör boyutu 2 santim və daha kiçik olanlar və reseptor durumu, hormon pozitiv, HER2 negativ olan qrupun analizləri daha yaxşıdır. Yəni, bu qrupda daha əslində sentinel lymph nod örnəklənməsindən vazgeçmək daha güvənlidir. Hətta çalışmanın mən burada qeyd eləmədim, bir nöqtəsində sentinel bu ikinci qismində daha çox ortaya çıxacaq. Sentinel lymph nodu pozitiv çıxanlar daha çox T2 ağırlığı tümörləri, təxminən 20%-də T2 tümörlərin aksillər lymph nodu pozitivliyi görsənmişdir.
Buradaki ölçüsü 5 santimə qədər alınsa da cilər, amma 2 santimetrin altındakı tümörlərdə daha faydalıdır və çoxu da T2 tümörlərdə görsənmişdir. Nəticə olaraq son çalışması ilə ümumi bulğular uyğundur. Seçilmiş riskli xəstə qrupunda tamamilə tərk etmək sentinel limf nodlarının güvənli ola bilir və deeskalasyonun ən uç nöqtəsidir. 2-nin amacı isə ki, əsas biz burada mən itirdim. Sentinel limf nodunda özəlliklə 1 və 3 ədəd makrometastaz saxlanan xəstələrdə tamamlayıcı aksillər disseksiyon gərəklimidir. Yəni bu çalışma Z0011 çalışmasında ilk başlamışdır. Amma bir çox çalışma var bununla əlaqəli. Yəni ən sonki daha geniş bir seriyada araşdırılan INSEMA randomizasyon ikinci qrupu. Birincinin sentinel pozitif olan qruplar bura alınmış. Z0011'də 1-2 lenf düyünü pozitif çıxdığı zaman aksillər disseksiyon etməyə gərək yoxdur deyib devam etmişlər. Amma burada sayını bir ədəd daha artırmışlar. Əgər 3-ə qədər çıxanları bu çalışmaya daxil etmişlər. Əslində bu fikrə varmalar çalışmanın müəyyən qədər çalışma irəlilədikdən sonra bu qərarı verib çalışmanın gedişatında bəlli bir dəyişiklik etmişlər. Xəstə populyasiyonu dediyim kimi 1-3 metastaz olan toplam 386 xəstə bu qrupa daxil olunub CD qruplarında birləşdirilib. Sentinel limf nodu biopsiyası olan 217 xəstə, aksillər disseksiyona gedən 169 xəstə. Burada 217 xəstə içərisində pozitiv olsa da bunlara aksillər disseksiyona devam etməmişlər. Median takip sürəsi 74.2 ay, 5 illik invaziv xəstəliksiz sağ qalım 86%, aksillər disseksiyon olanlarda 93.8%. Bu da faiz olarak yüksək çıxsa da əslində non-inferior kanıtlanmamış. Yəni orada P o minimum dəyər 0.50 qoyulsa da burada 0.58 cüzi olarak çıxıbdır. 5 illik ümumi sağ qalım 94.99, 96.2 anlamlı bir fərq yox. 5 illik lokal rekurrens anlamlı fərq yox, amma sentinel yapılıb, seksiyon yapılmayanlarda rəqəmsel olaraq birazcık yüksək çıxmışdır. Yine dəyişmədi. Mən də dəyişdim. Dəyişdi. 125'teyiz. Mən də 25'dim. Xəstə populyasiyonu. Dəyişir bindi. 26'ya kesindir. Yok, 25'teyiz. Slide olandayam indi. 20, mən 26'da. 25'teyiz. Serkan. İndi gəldim. Dəyişdim. Bunlardan kısaca dedim, yəni 0.05 dəyərini əslində geçə bilməmiş, altında qalmamış. Ona görə də əslində statistiksel olaraq anlamlı olmamış. Amma rəqəmsel olaraq nəticələr anlamlıdır. Burada tədavi fərqlilikləri, aksillər disseksiyon olanlarda bu çalışmada baxılmış, kemoterapiya daha yüksək doza alınmış, bölgesel limf nodu pozitif olanlarda radyoterapi daha yüksək dozda və daha geniş bir şəkildə verilmiş. Acaba bunlar onun nəticəsinə daha yaxşı təsir göstərmişdir, bir düşüncəsi ortaya çıxmışdır. Yaşam kalitəsi sonuçlarına baxanda limfödem təbii ki daha az görsənmiş, qol hərəkət qabiliyyəti daha az, ağrı daha az görsənmişdir.
yaşam kalitəsi açısından birmənalı şəkildə cərrahiyə, aksilər disseksiyona getməyənlər daha öndə olmuşdur. Yəni sonuç olaraq erkən mərhələ məmə kanseri və sınırlı sentinel nod tutulumu olan xəstələrdə tamamlayıcı aksilər disseksiyon yapılmaması bütün xəstələr üçün güvənlə önərilməz. Yəni burada aşırı seçici davranmamız lazımdır. Daha öncəki slaydda deyildiyi kimi 50 yaş üzərində daha çox olan hormon pozitiv xəstələr, aksilər klinik negativ olan, qreydi düşük olan, tümörü daha balaca olan və tədaviyə daha uyumlu olacaq xəstələri seçmək. Qərar vermədə diqqətə alınması gərəkən faktorlar burada dedik. Genel sağlıq durumu, yaş, bioloji ad tip, tümör dərəcəsi, tümör ölçüsü. Hətta yəni bu tümör ölçüsünə baxanda bizim bu T2 tümör dediğimiz 2-5 santim, yəni bu 5 santim üst sınırı acaba məni biraz sorgulur ki, bu 5 santim yüksəkmi? Yəni bunu bu təsnifatı güncəllənsə biraz daha böyle balaca bir ölçüye çəksək olurmu yani? Çünkü 5 santim zaten böyük olduğunda bu tip xəstələrin bir çoxunu neoadjuvant kemoterapiya vermiş oluruz. O məmə qoruyucu cərrahiyə güvənli şəkildə uygulaya bilməmiz üçün. Yəni buradan ümumi gözləntimiz nədir? Burada özəlliklə burada daha az belə deyim agresif tip olan luminal qruplara uygulandığı üçün bunların daha çox uzaq metastazını və ya da lokal resivini biz 10 ildən sonra gördüyümüz üçün bunlar 5-6 illik bir dəyərləndirmədən keçən hissədir və bunların minimum 10 illik bir təqib sonuçlarını əslində görməmiz lazım. Bu da böyük ehtimal 2029-cu ildə bunların nihai 10 illik təqib sonuçları yayınlanacaq. Ona uyğun artıq qərar veriləcək ki, yəqin ki, böyük ehtimal ki, bu işləri davam etmək olurmu və ya nə dərəcədə risklidir. Və burada bunun müəyyən qədər dəyərləndirilməsi yapılmamışdır. İndi aksillər disseksiyondan vazgeçdiyimiz zaman və ya daha uzun müddət, özəlliklə luminal tümörlərdə bu tamoksifen və onun türevlərinin tədaviyə əlavə olunması yanaşı problemlər də trombemaliya kimidir, osteoporoz kimidir və s. problemləri özündə gətirir. Acaba bunlarla müqayisədə bunların yarattığı risklərlə aksillər cərrahiyyənin yarattığı risk bir qarşılaşdırılması olubmu və ya bunu qarşılaşdırmaq mümkünmü? İnşallah bunlarla da əlaqəli irəlidə bir dəyərləndirmə icra olunur. Yəni yekun olaraq deeskalasyonun sərhədləri genişlənmişdir, ancaq hər xəstə üçün hələlikdə yetərli deyildir. Yaşam kalitəsi qazancı tartışılmazdır. Gözləntilər ilk 10 illik sonuçlar 2029-cu ildə açıqlanacaqdır və yekunda less is more daha yaxşıdır. Bayaq dediyimiz kimi minimal bir cərrah, amma daha bir minimal işlem yaptığımızda daha böyük bir problemlərlə qarşılaşa bilər miyiz? Və bunu da gələcək göstərəcək. Hələlikdə biz seçici davranaraq daha riskli xəstələr üzərində bəlkə bunu icra edə bilərik, amma indi bilmirəm, şəxsən mən hələlikdə o cəsarəti edib aksillər cərrahidən vazgeçmək və ya sentinel lenf nodu örnəkləməsi ümumiyyətlə yapmamaq kimi bir fikirlə xəstəyə yaxınlaşmaq, bunu hələlikdə özümdə cəsarəti bulmuram. Ona görə də biraz belə desək, köhnə sistem devam. Təşəkkür edirəm.